Sualda deyir, harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezlikləri bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Məlumdur ki, yaylı rəqqas üçün n bərabər olur 1 bölünsün 2pi kök altında k bölü m. Riyazi rəqqas üçün n bərabərdir 1 bölünsün 2pi kökün altında j bölü l. Riyazi rəqqasda kütlə yoxdur, ona görə də bu bizə lazım deyil. Bərabərləşdiririk və bunlar ixtisar gedir. Həmçinin də köklər də getsin, çünki hər iki tərəfdə var. K bölü m bərabər olacaq j bölü l. İndi bizdən riyazi rəqqasın uzunluğu, yəni l istəyir. L də bərabər olacaq mj bölünsün k. M 400 qram, yəni 0,4 kiloqramdır. J 10'dur. K-nın da qiymətini 8 veriblər. Bu da eləyir 4/8 metr. Cavabı bizə santimetrlə istəyirlər. 1 metr 100 santimetr olduğuna görə 2də 1-i də 100-ə vururuq, alırıq 50 santimetr. Artıq blok imtahanına cəmi 4 ay qalıb. 4 ay müddətində proqramı bitirmisiniz və təkrar etmək istəyirsinizsə, sizin üçün onlayn qruplarım mövcuddur.